Aleluya. Bəli, biz nədən danışırdıq? Biz dərk etmə möcüzəsindən danışırıq. Biz 3-cü həftədir ki, artıq bu barədə danışırıq. Və istəyirəm biraz o bir ki, əvvəlki danışıqlarımızda, əvvəlki keçən bazar, ondan qabaqki bazar olan danışıqlardan biraz təkrarlayayım. Büyünlərim səhər-səhər durmuşam, Ağdaşa gün çıxıb. Gün çıxıb baxıram günəşə, deyirəm, ya Rəbb, sənin nə gözəl dünyan var. Sən nə gözəl yaradansan. Günəş çıxır, yarpaqların bəzisi yaşıl rəngdə, bəzisi saralır. Yavaş-yavaş belə yarpaqlar əsir, hərəkət edir. Deyirəm, ya Rəbb, bu nə gözəllikdir. İndi bilmirəm, birazdan baxacam, bir də görürəm bir dənə rəhbərək bir dənə, düz bir dənə yekə bir kəpənək. Rəhbərək kəpənək. İndi kəpənək olan vaxtı öyle bilmirəm. Burada botanika müəllimi var, yoxdur. Bilmirəm, kəpənəyin indi vaxtıdır, yoxdur. Bir dənə kəpənək düz gəldi pəncərənin qabağında, bax belə, bax gəzir, fırlanır, dedim, vaa. İndi kəpənək vaxtıdır, bilmirəm. Bilənləriniz varsa, bir dənə rəhbərək, bir dənə kəpənək. Yazda olur, qardaş. Vah, aleluya, bax. Deyəm, ya Rəbb, bu sən mənə bir mesajındır sən. Ha? Payızlıq kəpənək var. 4-cü nəsildir. Ha, eləmi, aleluya. Deyəm, vah, ya Rəbb. Düz gəlib gözümün qabağında, düz pəncərənin qabağında dayanmışam, yuxarıda, 2-ci mərtəbə. Düz gəlib orada dayanıb, qabağımda fırlanır, deyəm, ya Rəbb, sən minnətdaram, ata. Sənə təşəkkür edirəm, ata. Biz dərk etmədən danışırıq, amin. Biz danışırdıq ki, nə üçün 2 nəfərə dua olunur, biri şəfa alır, biri almır. Biz danışırdıq ki, nə üçün məbəddə olan 2 nəfərdən biri möcüzə görür, biri möcüzə görmür. Biz başa düşdük ki, biz araşdırdıq ki, biz izah etdik ki, hər şey dərk etməklə başlayır. Dərk etmə biliyin başlanğıcıdır. Biz danışdıq ki, biz dərk etmə vasitəsilə hər şeyi əldə edirik. Biz danışdıq ki, biz dərk etmə vasitəsilə Allahın zühur etdiyi yeri bilirik. Biz deyəndə ki, zühur yeri, Allahın zühur yeri, yəni bu, biz izah elədik ki, bu coğrafi məkanla bağlı deyil Allahın zühur yeri. Allahın zühur yeri bu coğrafi bir məkan deyil. Bəzən biz danışdıq ki, bu zühur yeri vəziyyətlə bərabər kimi göstərilir müqəddəs kitabda. Sadəcə yer deyəndə bu yer sözü, yer termini, yəni insan şuurunun başa düşməsini, insan şuurunun dərk etməsini asanlaşdırmaq üçün istifadə olunan bir sözdür, bu termindir, yer. Əslində göylər, yəni səmanın üstü bu bir yer, bu bir məkan deyil, bu bir vəziyyətdir. Amin. Biz başa düşdük ki, Allahın vəziyyətidir, bu olduğu vəziyyətdir, yəni o hər yerdədir. Konkret müəyyən bir yer yoxdur. Sən ruhani və elmi təlim alırsan indi, başa düş bunu. Sən bunun xırdalıqlarını da alırsan. Sənə bunlar açılır indi. Ki biz zühur yeri dedikdə, bu biz dərk etmədən danışırıq. Çünki Allahın zühur yeri, biz izah elədik ki, Allahın zühur yeri hardan başlayır? Sənin dərk etməndən başlayır. Sən dərk edəndə Allahın zühur yeri sənə açılır. Və bu ən güclü vəhdir ki, mən dedim bu ən güclü sənin üçün bir haçardır ki, Tanrı indi sizin üçün harada, sənin üçün harada olduğunu təyin edən vasitə, Tanrının sənin üçün harada olduğunu müəyyənləşdirən alət, əhdaş vasitə, bu sənin dərk etməndir. Odur müəyyənləşdirir ki, Tanrı sənin üçün haradadır. Sənin dərk etmən bunu müəyyənləşdirir. Biz danışdıq ki, əgər biz deyirik ki, göylərdə, dua da var da belə,
Göylərdə olduğu kimi yerdə də sənin iradən olsun. Göy, biz də deyirik ki, əgər göy bir məkandırsa, Allah isə özü səmanın üstündədir, bütün göylərin üzərindədir, İsa'nı ora yerləşdirdi, bizi də İsa'da ora yerləşdirdi. Və səma üstü bu bir məkan, bu bir yer deyil. Göy bir məkandırsa, yer bir məkandırsa, səmanın üstü Allahın olduğu və sənin olduğun, dinən mənim olduğum yer bir məkan deyil. Dinən mənim olduğum yer, yəni səma üstü, bu məkanla məhdudlaşmayan Tanrının və mənim varlıq vəziyyətimdir. Bu həqiqətdir. Gör bədənin necə sevinir. Çünki həqiqəti eşidir, özünü tanımağa, olduğu yeri dərk etməyə başlayır. Denən göy bir məkandırsa, göylər, yerlər bir məkandırsa, denən səmanın üstü bir məkan deyil. Səmanın üstü bu məkanla məhdudlaşmayan, təkrar elə arxamca, oturub mənə kukla kimi baxma, təkrar elə arxamca, denən səma üstü bu məkanla məhdudlaşmayan, təkrar elə mənimlə, xahiş edirəm, səma üstü bu məkanla məhdudlaşmayan, Tanrının və mənim varlıq vəziyyətimdir. Atamın və mənim varlıq vəziyyətimdir. Göyləri sənə sığmır, əhdətlikdə deyilir. Və heç kim bunun bir gün sənə tədbiq olunmasını təxmin etmirdi. Heç kim bilmirdi ki, bir gün Elşən bu sözləri sənə deyəcək. Və bunlar sənə açılacaq. Ona görə də yazılıb ki, heç bir ölçü, heç nə səni Allahın məhəbbətindən ayıra bilməz. Ona görə də sən bugün əgər özünə deyə bilsən ki, göyləri mənə sığmır, bunu dərrakə ilə düşünüb deyə bilsən, səninlə insan ağlının sərhədlərini keçib getsən, möcüzələr baş verəcək. Sən bunu dərk edib deyə bilsən, mən inanam ki, sən bunu artıq bu təbliğlərdən sonra deyə biləcəksən. Sən bunu dərk edəcəksən, sən bunu başa düşəcəksən. Çünki Həvari Babil şuurumuzu səmanın üzərinə cəmləşdirirdi. Ki, özünüzü yalnız göylərin deyil, göylərinin, yəni hər hansı bir zirvənin yerləşə bilmədiyi dövrlər və məkanlar arasında bir insan kimi özünüzü görəsiniz. Siz özünüzü ancaq göylərə yerləşmiş və yaxud da yerə yerləşmiş yox, zamanlar arası məkanda olduğunuzu dərk edib anlaya biləsiniz. Özünüzü orada görə biləsiniz. Ona görə də onun fikri səni səmanın üstünə, yəni öz daxilinə cəmləşdirirdi. Bu düşüncə məsələsidir, uşaqlar. Uşaqlar, mən sizə elə texnologiya ötürürəm ki, indi. Mən sizə elə biliklər ötürürəm ki, indi. O deyir ki, sən səma üzərindəsən, yəni bütün göylərin üstündəsən. Biz bütün göylərin üzərindəyik, biz hər yerdəyik, yəni. Biz dərk etmə möcüzəsindən danışırıq. Allah sənə zehinlilik, dərk etmə qabiliyyəti qoydu və sənə dedi ki, sənin şuurunun gücünə görə, sənin şuurunun dərk etməsinə görə mən ya burada, ya da orada olacağam. Sənin düşüncən, sənin şuurun harada mənim olduğumu dərk edirsə, mən orada olacağam sənin üçün. Yəni Allahın varlığı, Allahın gəlib bir şey göstərməsiyle, bir iş görməsiyle başlanması deyil. Allahın varlığı, Allahın gəlib neysə, hardansa götürüb, harasa qoymasıyla asılı deyil, ondan asılı deyil.
Allahın zuhuru sənin onu harada dərk etməndən asılıdır. Hey! Anlayırsan məni? Alleluya! Anlayırsan Allah hardadır? Anlayırsan ata hardadır? Sənin dərk etməndədir o. Mən başa düşürəm, bu biraz çətindir, amma mümkündür səni anlamaq bunu. Və biz bir ayə oxuduq, mənim gözəl mənə açılan bir ayələrdən biriydi ki, nə qədər müqəddəssən, Zəburda yazmışdı, əvvəllər bunu oxumuşduq. Zəbur 22-3-də deyir ki, nə qədər müqəddəssən, İsrailin həmdləri üzərində taxt quran sənsən. Biz başa düşdük ki, Allah İsrailin izzətlərində yaşayır. Allah İsrailin izzətləri, izzətləndirməsi, həmdlər oxuması üzərində yaşayır. Bu bilsən necə görünür, dedimdə keçən dəfə. Elə bil Allah deyir ki, belə bir söhbət edir, elə bil Allah deyir ki, sən deyir, elə bilmə ki, sən məni izzətləndirəndə, sən mənə kilsəyə yığıb, mənə mahnılar oxuyanda, mən o vaxt gələcəm. Sən mənə ibadət edəndə, sən mənə dua edəndə, mən həmən an sənə yaxınlaşacam. Xeyr! Sadəcə o başa salır ki, izzətləndirmə sizin aranızda mənim varlığımdan xəbərdar olmağınıza kömək edəcək sizə kömək edəcək ki, xəbərdar olasınız ki, mən aranızdayam. İzzətləndirmə sizə ancaq bunu verə biləcək, bunu gətirə biləcək. Ona görə də dedim ki, sizə alət verirəm. Əgər onun sənin yanında olmağını bilmək istəyirsənsə, başla onu izzətləndirməyə, başla ona izzət verməyə. Halleluya, halleluya. Rəbbin adına izzət verməyə başla görəcəksən. Onda sən görəcəksən ki, həqiqətən də Rəbb səninlədir. Onda görəcəksən ki, o heç səndən ayrılmayıb heçsən. O səndən heç ayrı olmuyor. O həmişə səninlə olur. Və mən danışdım ki, əgər sən bugün burada oturmuşsansa, deməli fiziki bədənsən. Və sən fiziki bədənini nə ilə yaratmışsan, nə ilə bir yerə yığmışsan? Yadınızdadır, demişdim nə ilə bir yerə yığmışsansa. Ha? Zavtırıq, abid uzun. Sənin bədənin bununla, bu bədən odur, zavtırıq, abid uzun, qəlyan altılar, nə bilim, yemək içmək. Mən bunlarla yığmışam, böyütmüşəm bunları. Sən də elə. Bəs ağlı sual verdim ki, sonra bəs ağlı necə olub? Ağlı necə yığmışsınız bir yerə? Ağlınız isə 5 hissiyat orqanlarınızla hiss etdikləriniz ağlınıza yığılıb. İynəməklə, görməklə, baxmaqla, toxunmaqla, hiss eləməklə, duymaqla, bunlarla siz ağlınız yığılıbdır. Sən deyə bilməzsən, limon şirindir. Çünki sən onu dilinə vuranda, dilin vasitəsilə hiss etmişsən ki, dərrakən hiss edir ki, o turşdur. Və bununla limon barəsində, mən misal çəkirəm də, və limon barəsində bununla məlumatı bir yerə yığmışam. Aleluya, aleluya. Biz nələr öyrənirik, Rəbb sənə şükürlər olub artıq. Ona görə də biz deyirik ki, sən yüksək dərəcədə dərk etməyə sahib olmaq istəyirsənsə, kim istəyir? Kim istəyir ki, yüksək dərəcədə dərk etməyə sahib olsun? Onda sən qulağını, onda sən düşüncəni, fikrini atanın səsinə yönləndirməlisən, sən ona köhləməlisən özünü, sən qulağını ona köhləməlisən ki, onu eşidəsən. Olur birdən məclisdə 3-4 adam danışır, sən isə 3-4 adam eyni vaxtda danışır, sən isə məhz bir nəfəri eşitmək istəyirsən, görəsən nə deyir, onda sən qulağını ona köhlüyürsən, sən lokatorlarını ona köhlüyürsən ki, görüm o nə deyir, qıraqçılar sənə maraqlı olmur bəzən. Eləcə də sən bu boyda səsin küyün içində, sən bu boyda həyatda, bu boyda qatçıqlığın içində, sən yüksək dərəcədə dərk etməyə sahib olmaq istəyirsənsə, sən atanın səsinə köhlənməlisən.
sən ona köhlənməlisən, onu eşitməyə, onu duymağa köhlənməlisən. Çünki biz dedik ki, Allahın ruhu dayanmadan danışır. Allahın səsi dayanmadan danışır. Və Allahın danışdığı səs, Allahın danışdığı, Allahın zuhur yeri. Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır. Məgər bilmirsiniz ki, harada deyir onu? 1. Karim 3.16'da deyir, məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır. Aleluya, le rabandana. Və biz danışdıq ki, inam həyatın gözlənilməsinə, inam həyatda gözlənilənlərin həyata keçməsinə cavabdehdir. Və biz dedik ki, inamda dayanmaq mümkün deyil. Biz dedik ki, öyrətdik ki, mən danışdım ki, bizi öyrədiblər ki, imanda dayanmaq lazımdır. Mən isə sizə izah etdim ki, imanda dayana bilməzsən. İnanda öyrədiblər da sənə, imanda möhkəm ol, imanda möhkəm dayan. Ha? Öyrədiblər hər birinizi, eşitmişsiniz də belə bir söz. İmanda möhkəm dayan. Bəli, eşitmişdik. İmanda dayanmaq mümkün deyil, nə möhkəm, nə zəif, nə yaxşı, nə pis. Çünki iman, sən inanan kimi, inam hərəkətdə deyib miqam, bir saniyədən də az. Saniyenin milyardda biri boşdadır inam. Sən inanan kimi, sən istədiyin və görmədiyin şey görünən olur. İnam hərəkətdir, sən orada dayana bilməzsən. İmanda möhkəm dayanın. İmanda dayanmaq mümkün deyil. İman, möcüzənin yaranması üçün, möcüzənin, görünməyənin ortalığa çıxması üçün hərəkət mexanizmidir. O dayanmır. İnam hərəkət edir. Sən inanan kimi görünməyən görünən olur. Uzaqda olan yaxına gəlir. Sənin olmayan fikirləşsən ki, sənin deyil, sənin olur. Sən gəlirsən, sənə deyirlər ki, inan şəfa aldısan. Sən inanan kimi, sən xəstəlik vəziyyətindən şəfa vəziyyətinə keçirsən, sən burada dayana bilməzsən. Bir pastor var, adını çəkməyəcəm. Böyük baş, general pastorlardan biridir. 2 həftə bundan qabaq anası ağır xəstə danasının yanına gedib, deyib ki, ana sən 5-6 ildir xəstəsən, deyib bəli. Deyib sən belə Derznobeniyaydan dua eləmirsən, onun üçün sağalmışsan. Sən belə məhkəm dua eləmirsən. Elə bir ki, İsa gəlir, İsa deyir ki, ay xala, bir səninlə var. Sən belə möhkəm dua etmirsən, mən sən sağaldanmaram, sən get belə, ay dədəm, vay, bunun gör, kilsəsi nə gündədir? Gör, bunların yığılıb təbliğ etdiyi kilsələr nə gündədir? Anasının üstünə qışqırır ki, sən cəsarətlə, hökmlə dua eləmirsən, bax, ona görə də səni İsa sağatmır. Vay dədəm, vay, vay, vay. Belələrinə deyir İsa ki, vay, vay, vay alırsa. Sən şəfalısan, sənə sadəcə bunu düşüncə ilə qəbul etmək lazımdır. Sən şəfalısan. Rəbb sənə şəfa verib. Biz dərk etmə möcüzəsindən danışırıq. Və onun üçün də sual vermək istəyirəm sizə. Bizim ilahi təbiətimiz var. Biz ilahlarıq. Biz ilahdan doğulmuş ilahlarıq. Və mən onun üçün səndən soruşmaq istəyirəm. İlahi təbiəti dərk etmə. Sənin ilahi təbiətin var. İlahi təbiəti dərk etmə haradan əldə olunur, haradan götürülür? Biz bilirik ki, İsa əlbəttə ki,
ən şuurlu şəxsiyyətdir. Onun şuurluluğu nə ilə bağlıdır? İsa'nın şuurluluğu nə ilə bağlıdır? İsa'nın şuurluluğu onunla bağlıdır ki, ona görə ən şuurlu şəxsiyyətdir ki, çünki o həmişə atasını eşidirdi. Ona görə mən bayaqlarım sizə dedim ki, siz dərk etmədə inkişaf etmək, şuurda inkişaf etmək istəyirsinizsə, siz öz fikrinizi atanın səsinə, onun səsinə köhləməlisiniz, onu eşitməyə köhləməlisiniz. İsa Məsih bizim üçün nümunə olan İsa Məsih, bədəndə gələn oğul olaraq İsa Məsih bizim üçün ona görə ən mükəmməl, ən güclü şəxsiyyətdir ki, o atasının səsini daim eşidirdi. Onun güclü şəxsiyyət olması bununla bağlı idi. Onun dərrakəli şəxsiyyət olması, onun hər şey üzərində ağa və hakim olması. Vah, sən nələr eşidirsən? Vah, mən özüm deyirəm, bunlar nə danışıram? Halleluya, halleluya, halleluya. Halleluya. Bugün bu sənə verilibdir. Atanı eşitmək sənə verilibdir. Necə ki İsa atasını eşidirdi. Səndə bəzən qırıq-qırıq olur, gah eşidirsən, gah eşitmirsən, gah eşidirsən. Bu qırıq-qırıqları biz bu günlərim aradan götürməliyik. Bu fazaları, atanı eşitmədiyimiz anları, bu qırıqları, fazaları, balaca fazaları belə aradan götürməliyik. İsa Məsih həmişə atasını eşidirdi. Bu idi onu mükəmməl eləyən. Bu idi onu dünyada, yerdə və göydə və yer üzərində, səma üzərində ən mükəmməl şəxsiyyət edən, ən mükəmməl şəxs edən onun atasını daim eşitməsi idi. İndi başa düşdün nə üçün sənə bəyək sual verirdim ki, sən istəyirsən ki, həyatda dərk etmədə mükəmməl bir şəxs olasan. İndi sən başa düşürsən nəyi mən sənə ötürmək istəyirəm, nəyi öyrətmək istəyirəm? Halleluya! Biz nə görürük? Lazarı dirildərək İsa nə dedi? İsa Lazarı dirildəndən sonra nə dedi? O dedi ki, ata, məni eşitdiyin üçün sənə təşəkkür edirəm. O, heç kimin səs eşitmədiyi yerdə, Allahın gəlib Lazarı diriltməkdə bir iş görmədiyi yerdə, heç kəsin heç də görmədiyi yerdə, o birdən deyir ki, İsa deyir ki, ata, məni eşitdiyin üçün təşəkkür edirəm. İsa atasının onu həmişə eşitdiyini haradan bilirdi axı? Çünki həmişə İsa'nın sözlərinə geri cavab var idi ata tərəfindən. Atasından cavabları eşitdi və buna görə də atasının onu həmişə eşitdiyinə əmin idi, onu bilirdi. O bilirdi ki, atası onu həmişə eşidir. Məsələn, Lazarla bu vəziyyətində o artıq cavabları eşidərək məzarın yanına gəlmişdi. O cavabları alaraq məzarın yanına gəlmişdi. O məzarın yanına gəlməmişdi ki, atam məni eşidəcək. O ata ilə söhbət edib atanı eşidib gəlmişdi. Bilirəm ki, Yahya 11:42-də yazılıbdır. Bilirəm ki, məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, məni sən göndərdiyinə inansınlar. Bu pratik olaraq, bu bizim Lori dildə desək bu deməkdir ki, İsa deyirdi ki, mən bilirəm ki, sənin tərəfindən eşidilmişəm. Mən bura gəlməzdən qabaq sənin tərəfindən eşidildiyimi bilirəm. Sən mənə dedin ki, hər şey əla olacaq. Bunları isə bu xalq üçün deyirəm. Mən bilirəm ki, Lazar diriləcək, hər şey əla olacaq.
Atası ona cavab verdi. Atası onu cavablandırdı. İsa bu ölçülərdə, İsa bu titrəmələrdə idi. Və bu, ona görə də bu möcüzələrə səbəb olurdu. İsa köhlənmişdi atasını eşitməyə. Çünki Marta ilə söhbət məzarın yanında baş verdi. Marta ilə söhbət uzaqda, hardasa bir qıraqda yox. Hadisə yerində baş verdi. Artıq məzar var, artıq ölü var, ölmüş var. Yaradıblar ölünü, məzarı, bastırıblar, hər şeyi yaradıblar, çürüməyi yaradıblar. Marta ona dedi, bilirəm son gündə diriləcək. O Martaya sual verdi, dedi ki, bilirsən ki, qardaşın diriləcək, bilirsən ki, mənə iman edən diriləcək. O da dedi ki, bilirəm, son gündə diriləcək. İsa nə dedi ona? Dedi, qızım, dirilmə artıq sənin qarşında dayanıb, diri, canlı olaraq, mənəm dirilmə, mən buradayam, indiyəm. Nə üçün belə dedi? Çünki atanı eşitməyən, qulaq as, atanı eşitməyən, onun ölçülərində, onun titrəyişində olmayan Marta üçün zamana görə dirilmə gələcəkdə baş verməli idi. Oy, 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 halleluya. Biz açdıqlarına görə sənə təşəkkür edirik, ata. Martaya görə dirilmə hələ gələcəkdə olmalı idi. Çünki atanı eşitmirdi, çünki atasını, Allah'ı eşitmirdi, o qonşunu eşidirdi, o dinləri eşidirdi, adət ənənələri eşidirdi, keçmişdən qalmış ölü dinləri və adətlərdən başqa heç şeylə oturub durmurdu. Ona görə də o eşitdiklərinə görə, aldığı proqnoza görə, onun üçün dirilmə gələcəkdə baş verməli idi. O isə deyir ki, hamı diriləcək. İsa isə deyir ki, hamı diriləcək. Nə üçün hamı? Lazar dirildi. Deyə bilərsən, o sonra yenə öldü axı. Bu Lazarın problemidir. Əslində İsa onu diriltdi. O yenidən öldüsə, burada problem İsalıq deyil, söhbət burada İsa'dan gedir. Lazar indi müzakirə etdiyimiz bu şeylərə qapılsaydı, indi bizim müzakirə etdiyimiz söhbətlərə oturub dursaydı, bəlkə də ölməzdi. Amma söhbət burada Lazarda deyil. Söhbət burada İsa'nın dərk etməsindən gedir. Çünki İsa dərk etdi ki, Lazar ölməyib, yuxuya gedib. Sonra o qızın yanına çağıranda, ölmüş qızın yanına, atası anası çağıranda, İsa ora gəldi ki, qız ölməyib, o yatıbdır. Nəyə görə İsa deyirdi ki, o ölməyib, yatıbdır? Nəyə görə o Lazara deyirdi ki, Lazar çıx, adam ölmüş adama oradan çıx deyə bilər? Adam hansı ağıldan ölü adama qəbirdən çıx deyə bilər? Ölü adam qəbirdən çıxa bilirsə, elə durub evinə gedər da arvadı uşağı evdə zır-zır ağlayır. Və hansı ağılla? Nəyə görə İsa ona deyirdi ki, qəbirdən çıx? Lazar yuxuya gedib, çıx indi qəbirdən, qız ölməyib, yatıbdır, dur ayağa qızım. Çünki İsa, qulaq as, İsa hər kəsin sağ olduğu ilahi təbiətdən xəbərdar idi. O, hər kəsin sağ olduğu ilahi aləmdən xəbərdar idi ki, heç kəs ölü deyil. Və İsa'da belə anlayış yoxdur ki, nə vaxtsa hamı diriləcək. Hamı üçün onlar nə vaxtsa diriləcəklər, deyir İsa. O deyir ki, mənim üçün isə onlar hamısı həmişə diridir. Ona görə də o deyir ki, Lazar yatıb, sizin üçün ölüm, mənim üçün isə o yatıb, ölüm yoxdur.
Deyə bilərsən, bəs lazer çürümüş də. Amma biz deyirik ki, biz nə deyirik? Biz deyirik ki, ruhsuz bədən ölüdür. Bədən ruhdursa, əgər bədən ruhdursa, əlbəttə ki, ruhdur. Ruh ölə bilməz. Düşüncən dəyişməlidir, baxışın dəyişməlidir. Bunları dərk et və qəbul et. Bunlar həqiqətdir, bunlar qiymətsiz xəzinədir. Ötürürəm sənə bunları. Bunları götür, həyatına tətbiq et. Fərqi yoxdur. Nə var, nə yox, nəlidir, nəsizdir. Əsas odur ki, mən burada və indiyəm. Dirilmə və həyat artıq mənəm, məndədir o, dinəm bunun özünə. İsa'nın daxilində nə oynayırdı? Biz görə bilərik ki, bu şəxsiyyətdə, İsa adlı şəxsiyyətdə, bu, özünü dərk etmənin necə yüksək səviyyəsi var. Gör, bu şəxsiyyətdə özünü dərk etmənin səviyyəsi necə yüksəkdir ki, o, dirilməni dərk etdi. Başa düşürsən, dirilməni başa düşdü. Gör, bu özünü dərk etmənin səviyyəsi bu insanda. Ona görə də sən də özünü dərk etmənin səviyyəsini yüksəltmək istəyirsənsə, qulaqlarını atanın səsinə yönləndir. Çünki dirilmə barəsində ancaq qorxu içində danışırdılar. Çıp-çıpçı dirilmə olacaq, deyirlər, ha vaxtsa dirilmə olacaq, gələcəkdə dirilmə olacaq, qiyamət günü dirilmə olacaq, dirilmə nə vaxtsa baş verəcək. Yadınızdadır da Marfa nə dedi İsa'ya? Bilirəm Rəbbim, gələcəkdə baş verəcək. İsa isə dərk etdi ki, o burada və indidir. İsa dərk etdiyi üçün ki, o həyatdır, burada və indidir. Lazar bax ona görə dirildi, İsa'nın dərk etməsinə görə dirildi. Onların dərk etməsinə görə öldü. Daha bir sənə nümunə, sənə vacib olan, həmişə, hər kəsə, hər yerdə lazım olan İsa'nın yaraları ilə şəfa aldıq sözünün izahatını verəcəm sənə. Mən bilirəm ki, bu ayəni hər biriniz xoşlayırsınız, hər biriniz deyirsiniz. İsa'nın yaraları ilə şəfa aldıq. Sən bu ölçülərdə, bu vibrasiyalarda, bu titrəmələrdə olarkən bunun üzərində işləmək lazım olmadığını sən başa düşəcəksən ki, sən bax, mən dediyim dərk etmədə o vəziyyətə çatanda sən başa düşəcəksən ki, İsa'nın yaraları ilə şəfa aldırıb sözünü sən haradasa araşdırıb bir peyğəmbərlik kimi, bir vəh kimi o sənə açılmalı deyil. Bunun elə bir növ peyğəmbəri olduğunu və peyğəmbərlik deyirlər, həmişə ki, bu peyğəmbərlikdir, peyğəmbərlik edib. Sən isə bu ölçülərdə olanda deyəcəksən ki, bu peyğəmbərlik deyil, bu burada və indi olduğumu mən başa düşürəm ki, mən burada və indiyəm və mənə peyğəmbərlik lazım deyil, mən şəfalıyam, düşüncəm vasitəsilə buna daxil olacaqsan. Çünki İsa demədi ki, Lazar burada dirilməli idi, yoxsa nə bilim, Lazar orada dirilməli idi və ya Lazarı buradan çıxardın, gətirin, harasa qoyun, orada, hansısa yerdə, hansısa məkanda Lazar indi dirilməlidir. Yox, diyanın 40'ı çıxsın, 40'ından sonra dirildərəm. O dedi, qulaq as mənə, o dedi, sən deməlisən. O dedi ki, mən gəldim, deməli burada və indidir. Budur dərk etmənin özü gəldi. Dərk etmənin özü səndə yaşayır, eşidirsən. İsa Məsih sənin dərk etməndir. Onu görə də sən deməlisən ki, mən gəldimsə, deməli burada və indiyəm. Və dərk etmənin özü məndə yaşayır. Mən özüməm dərk etmə. Halleluya. Nə üçün? Nə üçün İsa bu qədər dərk edən idi, ha? Nə üçün İsa bu qədər dərk edən idi axı? Bundan əvvəl İsa bu inamının haradan gəldiyini sizə dedim. O dedi ki, ata, məni eşitdiyin üçün təşəkkür edirəm. Ona görə o dərk etmədə bu qədər güclü idi, çünki onu eşidirdi. Bu söz, bu ifadə o deməkdir ki, ata ona artıq
danışmışdı. Ata ona artıq demişdi. İsa onun titrəməsində idi, onunla bir ünsiyyətdə idi. Və atasının onu eşitdiyini başa düşmüşdü İsa. Və başa düşürdü ki, atası onu eşidir. Buna görə də, qardaşlar, bacılar, dostlar, buna görə də şuurlu bir həyat sürmək istəyənlərə deyirəm. Mən inanıram ki, bura, bu qrupda olan hər bir kəs dərrakəli bir həyat sürmək istəyənlərdir. Hamımız başa düşməliyik. Titrəmələr, Allahın səsi daima baş verir. Ölçülər daima var. Bu bizim içimizdə baş verir. Ona görə də bu günlərim artıq sənə danışmağı dayandırıb, daxilinə baxmağı öyrənməlisən. Nəyə görə deyirəm danışmağı dayandırıb, daxilinə baxmağı öyrənməlisən? Səbəbi var, elə belə demirəm. Çünki dərk etmə buradan götürülür, dildən yox, danışmadan yox. Dərk etmə içərdən, qulaq asmadan götürülür. Elə bil, ata sənə deyir ki, diqqətli olmaq üçün sən yalnız qulaqlara, bu titrəməni tutan və Allahın səsini tutan lokatorlara, nətər deyim, fil qulağı kimi böyük qulaqlara ehtiyacım var. Zarbat edirəm. Yəni, mən misal çəkmək istəyəm. Yəni, lokator ki, fil qulağı kimi, filin qulağı yekə olur da ki, yaxşı eşitsin ətrafı. Mən başa düşürsən də nə deyirəm? Yəni, zarafat üçün, gülmək üçün deyəm ki, yəni, sənin həm də dərk etmək üçün deyəm ki, sənin fil qulağı kimi qulağın olmalıdır. Və mən nənəm ki, mən bu dilim, bu fil qulağı, sən bir ruhani qulaq kimi başa düşürsən. Amin. Çünki yalnız qulaq dedikdə, bu təhcə qulaq deməkdə ölür. Gözlər, qulaq, burun, bunlarla hamısı hiss etmə bədən. Bunlar hamısı, bütün qavrayış orqanları nəzərdə tutulur, mən qulaq deyəndə. Sən əlinlə də nəyəsə toxunub onu eşidə bilərsən. Sən gözünlə də nəyəsə uzaqda baxıb onu eşidə bilərsən. Qavramayan yeganə bir şey var, onu deyəcəm. Qavramayan nə deyir, bilirsən? Qavramayan yeganə bir şey var, sənin ağzındır. Çünki o qəbul etmir, o ancaq ötürür. Qalan hər şey, sənin kletkaların, dərin hiss edir. Burnun qoxunu hiss edir. Gözlərin görməyə başlayır, görməni. Qulaqların eşidir, dilin dad bilir. Bunların hamısı dərk etmə orqanlarıdır. Sənə söz xəbərim var. Bunlara diqqət etmirsinizsə, eşidirsiniz məni? Əgər bu mən saydıqlarıma diqqət etmirsinizsə, bu qədər dərk etmə orqanına nə ehtiyacınız var onda? Kəsin tulluyun çıxıb geçsin də. Yəni onda ölməlisən sən. Əgər sənin bu qədər dərk etmə orqanın varsa, bilik toplama orqanın varsa, sən bunlardan istifadə etmirsənsə, bununla ata həm də deyir ki, böyük bir qulaq ol, yəni böyük bir lokator ol, məni eşit. Belə bir lokatorlardan biri ol, hansı ki tutur mənim səsimi, hansı ki eşidir, duyur mənim səsimi. Sən belə bir dərk etmədə yaşamalısan. Və sən mənim bu qulaq asandan sonra belə bir dərk etmədə artıq yaşayacaqsan. Özünə baxmağı öyrənməyə başla. Başla öyrənməyə, özünə, daxilinə baxmağı, oranı eşitməyi, oranın dadını bilməyi. Sənə tapşırığın var, özünə baxmağı öyrənməyə başla. Ən sevilməyən məşqdir, eləmi? Özümə nəzər baxmır. Ən sevilməyən məşqdir, düz dedimmi? Hamıya baxasan, hər şey desən, bircə özəyə baxmayasan, özəyə qulaq asmırsan, ha? Eləyərəm da, bunu, deyən kinoya baxım, deyən seriala baxım, deyən mesaj yazım, deyən WhatsApp-ı oxuyum. Biz dərk etmə möcüzəsindən danışırıq. Biz dərk etmə möcüzəsində övladlığa götürülmədən danışacağıq. Biz övladlığa götürülməyə addımdan danışacağıq.
Biz övladlığa götürülmə addımından danışacağıq. Mən əvvəllər demişdim. Oğuldur. Kimin yadındadır? Ata ruhdur. Kəlamda yazır ki, Allah ruhdur. Oxumusunuz? Allah ruhdur. Oğul isə İsa Məsihdir. O nəydə gəldi? Mercedesdə gəldi, arabada gəldi, çamadanda gəldi. Nəydə gəldi o? Bədəndə. Bədən isə oğuldur, bəli. Bədən bu oğuldur. Və bildi ki, İsa ən şuurlu şəxsiyyətdir. Çünki İsa Lazarı diriltdikdə, dostum Lazarı yuxuya getdi, dedi. O demədi ki, onun bədəni öldü. Görün, indi hansı məqamlara toxunacaq. Otur rahat bir yerdə, qulaq az. 10 dəqiqədən sonra bir də eşitməyəcəksən bunları heç vaxtı. İsa Lazarı diriltdikdə, dostum Lazarı yuxuya getdi, dedi. İsa'nın düşüncəsində qulaq az, lakatırı, fil qulağını, yekət, böyüt, lakatırı, genişləndir, qulaq az. Nə üçün İsa Məsih, dostum Lazarı yuxuya getdi, dedi. Hamı deyəndə ki, o öldü, iyi gəlir, bastırıblar. Çünki İsa'nın düşüncəsində, denən mənim düşüncəmdə, Lazar ölülər arasında değil, dirilər arasında yaşayır. İsa sadəcə superdir bu fikirdə, bu dərrakədə. Sən də supersən. Çünki hamı ölən və yaşayanlar arasında yaşayırdı. İsa isə ilahi təbiətində yaşayanlar arasında yaşayır. Mən artıq ölən və yaşayanlar arasında, bu Ağdaşda, Azərbaycanda, bu yer kürəsində yaşamıram. Mən ilahi təbiətdə yaşayanlar arasında yaşayıram. Fərqi başa düşürsünüz məni? Fərqi göstərə bilirəm sizə? Ki, İsa bu yaşayanlar və ölənlər arasında yox, ilahi təbiətini, öz ilahi təbiətini yaşayanlar arasında yaşayırdı. Çünki Allah'ta hər kəs diridir, hər kəs. Onun üçün ölü yoxdur. Oh, haleluya, haleluya, haleluya. İsa özü, İsa Məsih özü dirilər arasında yaşamasaydı, bunları haradan bilərdi? Lazar hamı üçün öldükdə, İsa onu dirilər arasında gördü və öldüyünü hiss etmədi. O hiss etmədi, onun hissiyat organları hiss etmədi ki ölüdür, onun hissiyat organları hiss etdi ki o diridir. Sadəcə onlar üçün dedi ki, yaxşı, sizin üçün ölüdür. Lakin mənim üçün Lazar daima diridir, həmişə diridir. O bu titrəyişlərdə, o bu eşitmələrdə yaşayırdı, o bu hisslərdə yaşayırdı, o bu duymalarda yaşayırdı, o bu dərk etmələrdə yaşayırdı ki, o diridir. İsa ölən qızın evinə gəldi, yadındadır. Və yazıldığı kimi o 3 dənə şagirdini və valideynlər, bir də o qızın valideynlərini bıraxdı otağa, qalanın qoladı hamısını. Heç kimə icazə vermədi içəri girməyə. Niyə? Yığardı da bütün hamını, deyərdi ki, çıxardın qızı da qoyun həyətə, mən indi dua eləyəcəm, qız diriləcək, qoy hamı görsün, qoy hamı xilas olsun. İsa isə nə vardı? Ora 3 dənə tələbəsini götürdü, bir də valideynlərini və qalan hamı yedi ki, çıxın, otağı tərk edin. Biraz elə bil, buna görə biraz çürümezliyə keçib, bilirsən niyə valideynlərindən başqa heç kim ora bıraxmadı, bir də tələbələrdən başqa? Çünki valideynlər üçün
Yerdə uzanan bədən onların qızı idi, ölü deyil idi. Hamı üçün ölü idi, ölübdür. Onlar üçün isə bala idi, balaları idi, oğlun balaları idi. Əlbəttə biz indi deyirik ki, bilirsən, biz bədənik. Və biz bədən deyilik. Və hətta artıq o bədən deyil. Biz deyirik ki, biz bədənik. Biz həm də deyirik ki, biz təkcə bədən deyilik. Onlar isə deyir ki, o bədəndir, o artıq göydədir, ölübdür. Bu sadəcə bir bədəndir. Valideynləri üçün isə o bədən deyildi, o evlad idi. Evlad idi, sadəcə bədən deyildi. Çıxıb yarısı gedib göylərə atan yanına, yarısı bədəndə qalar. Onlar üçün evlad idi, onun üçün onları ağlayırdılar. Onun üçün isə gəldi ki, ay cəmaat, bu sadəcə bədən deyil. Hamı da onun üçün ona güldü. Hamı deyir ki, hansı bunu deyirsən bədən deyil, bu yatanı deyirsən, bu ölünü. Bu kravatlı olanı deyəcəm, bu ölübə dönəndən ölübə iyi verir. Bu yalnız burada bədəndir, bu artıq o çıxıb gedib deyir, atanın yanındadır, o Tanrının yanındadır, getdi, ruhu getdi. Amma valideynlərin üçün isə bu bədən onların qızı idi. Fərqi başa düşürsünüz, qıraqçı onu nətər baxırdı, valideyn, ona görə o valideynlərini və 3 dənə tələbəni ora götürdü. Bu bilirsən nə deməkdir, bunun nə olduğunu anlayırsan, bu övladlığa götürmə addımıdır. Bəziləri üçün bu bədən artıq onların uşağı deyildi. Valideynlər üçün isə bu bədən hələ də onların qızıdır. Çünki o valideynlər hələ də bədən barəsində belə düşünürdülər. Ona görə də İsa ən yaxşı şagirdlərini, yəni nətər deyim belə, qabaqsız şagirdlərini və valideynləri özü ilə otağa götürdü. İndi sənə möhkəm dayan, remeni möhkəm dart. Çürüməz bədənlə kimin iş görəcəyini bilirsiniz? Bilirsiniz, çürüməz bədənlə kimlər iş görəcək? Bilirsiniz, çürüməz bədənlərlə kimlər hərəkət edəcək? Çürüməz bədənlərlə o kəslər iş görəcəklər ki, onlar bədən oğludular, onlar bədən oğludular, bu o kəslərlə olacaq ki, sən başa düşəcəksən ki, mən bədənəm, mən oğulam, mən bədən oğluyam. O kəslər ki, sizə güləcəklər, onlar bir sən nə deyəcəksən? Əşi bəsdir, biz hamımız ölməliyik. Onun saçına bax, ağarıbdır. Bax, saçı ağappaqdır. Üzü qırışıbdır. Aralan bizdən. İsa onları qapdan çölə qovub dedi, mənim bədənimi ölümlü hesab edən hər kəs buradan çıxsın. İsa onları çıxartdı, qapıda düşürsən. Dedi, kim ki mənim bədənimi ölümsüz qəbul edirsə və bu ölçülərdə yaşayırsa, onlar qalsın mənimlə burada. Bax, o kəslər ki, İsa'nın bədənini ölümsüzlüyünü və öz bədəninin ölümsüzlüyünü qəbul edəcək, o kəslər çürüməz bədənlə işbirliyi yapacaq. Eşidirsən? Ey Rəbbin quzusu! Onun üçün İsa deyir ki, çıxsın mənim o yanımdan hamı kəs. O kəslər ki, mənim bədənimi ölümlü hesab edirlər. Mən ancaq İsa deyir ki, bugün sənə deyir, eşit, aç qulağını, lakatırı aç. Mənim vasitəmlə isə sənə deyir, mən ancaq o kəslərlə işbirliyi yapacağam ki, Türklər demir. Mən ancaq o kəslərlə iş görəcəyəm ki, onlar bədəni oğul kimi qəbul edirlər. Onlar öz bədənlərini oğul kimi qəbul edirlər. O bunu belə deyəndə göstərdi. Lukanın müjdəsində 24-cü fəsil 39-cu ayədə deyir, əllərimə və ayaqlarıma bax. Əllərimə və ayaqlarıma baxın, bu mən özüməm. Mənə toxunun və baxın. Çünki məndə olduğu kimi, o məndə olduğunu gördüyünüz kimi, ruhun əti və sümüyü olmur. Ruhun əti və sümüyü olmur.
bir qadın var idi, Tabita adlı, salih əməllərlə olan, salih əməllərlə dolu bir qadın idi. İsa Məsihin tələbəsi idi. Rəbbin tələbəsi idi. Artıq ölmüşdür. Və dul qadınlar tərəfindən ona o Tabitaya yaş tutulurdu. İsa elədiyi addımı, İsa atdığı addımı, İsa elədiyi hərəkəti Petr də elədi. O hamını qovdu və diz çökərək dua etdi. Və bədənə müraciət edərək dedi, Tabita qalx. Həvalilər 9:40-da oxuyuram, qoy görüm. Həvalilər 9:40. Peter isə onların hamısını bayıra çıxartdı. Görsən İsa bayıra çıxartdı. Bir tələbələri qaldı, bir də valideyn qaldı o qızı dirildən də. Petr də həmən addımı atır. Petr isə onların hamısını bayıra çıxartdı. Sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi, Tabita qalx. Qadın gözlərini açıb Petri görən kimi dik oturdu. Yazılıb ki, o bədənə adını çəkərək müraciət etdi. O deməli, ölü qalx. O deməli, ölmüş bədən qalx. O ona diri kimi müraciət etdi. Tabita qalx. Diri vaxtı necə Tabitaya deyirlər ki, Tabita çörək pişir. Tabita mənə bir iskan su ver. Tabita buranı yığışdır. Necə ki, bu suallar diriyə verilən, deyilən sözlərdir. Da elə değil mi? Başa düşürsün məni? Yəni biz gedib mollalar kimi qəbristanlığa dayanıb ölülərə müraciət olunan kimi müraciət etmədik. Və Həvari Peter də bunu belə etmədi. O dirilərə müraciət olunan kimi müraciət etdi. Hələ bu Piotr idi, hələ çürüməzlikdə elə də hələ mükəmməl deyildi. Sən isə mükəmməlsən. Və bu mükəmməl olmayan bu ölmüş bədənə diri bədən kimi müraciət etdi. Bax, bundan gedir söhbət. Çünki Allah, o başa düşdü ki, Tabita diridir. Çünki o anladı ki, o dərk etdi ki, Allah'ta ölü yoxdur, Allah'ta hamı diridir. Və yazılır ki, qız gözlərini açdı. Bədən, bəli, bu mən özüməm. Bu ateist baxışı deyil. Bu ateist baxışı deyil ki, biz yalnız bədənik və biz başqa heç nə deyilik. Biz ateistlər kimi baxmırıq. Biz inamsızlar kimi baxmırıq. Bu o deməkdir ki, bədən bu mən özüməm, bu o deməkdir ki, bədən yeni izzətdir, Allahın yeni izzətidir. Biz ruhuq. Və eyni zamanda bədən də ruhdur, enerjidir. Hər şey ruhdur. Hər şey ruhdan doğulub, ruhdan yaradılıb. Bax, ancaq belə düşünənlərin şansı var ki, ancaq belə dərk edənlərin şansı var ki, bu kəlamda yaşayanlar, yazılanlarda yaşasın. Hamımız ölməyəcəyik, hamımız dəyişəcəyik. Vah, halleluya. Hamımız ölməyəcəyik. Hamımız dəyişəcəyik. Və sən necə dəyişəcəksən? Bədən olmadığınızı və bədənin öləcəyini və çürüyəcəyini israr etsəniz, bu zəifliyi necə dəyişdirəcəksiniz? Bu zəifliyi dəyişdirərək necə göstərəcəksiniz ki, ölməmişsiniz və heç vaxt ölməyəcəksiniz? Eşidirsən, bir də sual verirəm sənə. Sən necə dəyişəcəksən? Bədən olmadığını, yəni oğul olmadığını
və bədənin öləcəyini və çürüyəcəyini israr edirsinizsə, belə düşünürsünüzsə, bu ölçülərdə yaşayırsınızsa, bu zəifliyi necə aradan qaldıracaqsınız axı? Necə sübut edəcəksiniz ki, ölməzsiniz? Heç cürə. Buna görə dedi, buna görə İsa içində olan titrəyişin səsini çölə çıxartdı. Ölməyib, amma yatıbdır. Ölməyib, ancaq yatıbdır. Hətta Daniel Peyğəmbər sənin, bax, gör nə deyir Daniel Peyğəmbər 12-ci fəsil 2-ci ayədə yazıb, yerin tozundan yatanların çoxu oyanacaq. Vay, yerin tozunda yatanların çoxu oyanacaq. Məlum olur ki, insan artıq çürümüş tozla qarışdıqda belə Allahın mələyi Daniel'e göylərin bu insanlara baxışının diri olduğunu göstərir. O deyir ki, yerin tozunda yatanların çoxu oyanacaq. Hətta mələklər belə toza çevrilmiş bir insana baxaraq onu toza çevrilmiş insan kimi, çürümüş bədən kimi görmür. O deyir ki, Allahın mələyi deyir ki, Daniel'e, göylərin bu insanlara baxışı diridir. Ki onlar yatıblar, yerin tozundan yatanların çoxu oyanacaq nə deməkdir? Deməli, o onlara yatmış kimi baxır, anlayırsan, kəlamı anlayırsan, bəlkə də 100 dəfə oxumuşsan bu ayəni. Yerin tozunda yatanların çoxu oyanacaq. Bu bir daha sübutlu. Düşüncəsi, dərk etməsi, Allahın və mələklərin yerdə olan insanlara baxışının necə olduğunu Daniel'e göstərir ki, mən onlara diri kimi baxıram, onlar hər halda yatıblar. Bu bombadır bir dənə, bu sadəcə bombadır sənin üçün. Bu bir atom bombası nədir? İnsanlar artıq tozla qarışdılar. Proqnoza görə də proqnoz olunmuş ki, torpağa qayıtacaqsan. Və Allahın mələyi Daniel'e yerin tozunda yatanların oyanacağını söylüyor. Yəni bu sümüklər yuxuya gediblər. Yəni bu sümükləri yuxuya getmiş bir insan hesab edir göylər bunu. Göylər bugün haradadır? Göylər səndədir. Artıq sən onlara ölü kimi baxmalı deyilsən. Ölü yoxdur. Göylər sümüklərə yatmış bir insan kimi baxır. Bax İsa'dan qabaq neçə 100 il qabaq Daniel'e olan peyğəmbərliyin izahını göstərərək deyir ki, Lazar ölməyib, Tabita ölməyib, bu qız uşağı ölməyib, yatıblar, ölüm yoxdur. Yəni, Allah'da ölü yoxdur. Səma üstündə ölü yoxdur. Ölülər hamısı səmanın altındadır və yerdədirlər. Sən isə yerdə deyilsən. Sən isə göylərdə deyilsən. Sən səma üstündəsən, o yerdə ki, Yahya Bəh kitabında gördü. Orada xəstəxana yoxdur. Orada morg, ölüxana yoxdur. Morg deyirlər. Orada qəbristanlıq yoxdur. Orada gözyaşları yoxdur. Sən artıq oradasan. Başda yaşamağa, başda şəfalı həyatı yaşamağa, başda imkanlı həyatı yaşamağa, başda dərk etmə düşüncəni dəyişərək, başda sənin üçün hazır olanları qəbul etməyə, başda bunların ortasında məskən salmağa, göylər sənə şəfalı baxır, göylər sənə, səma üstü sənə imkanlı baxır, Allah sənə ölməz baxır və çürüməz baxır. Allah ölüb torpağa qatışmış, tozla qarışmış
İnsanlara belə diri baxır, sən isə heç qatışmamısan. Buna bax, aç ekranı, üzümə bax. Aç ekranı, üzümə bax. Açın ekranlarınızı. Allah torpağa qarışmış insanları belə diri görür. Sən isə qarışmamısan hələ. Sən onlardan nə qədər üstünsən hələ. Aç, bax üzümə, al bunu, aç, bax gözlərimə. Götür bunları, sən ölməzsən, sən çürüməzsən. Göylər sənə belə baxır, atan olan Allah sənə belə baxır. O sənə diri baxır, o sənə çürüməz baxır, o sənə ölməz baxır. Və İsa Məsih yer üzərinə gələrək bu peyğəmbərlikləri bir də aşkar etdi ki, atada ölü yoxdur, göylərdə ölüm yoxdur. Hətta torpağa qarışmış insanları belə, toza qarışmış, torpaqla qarışmış insana belə səma üstündə diri baxılır. Onlara baxılır ki, onlar yatıblar. Onlar yatıblar. Və biz araşdırdıq ki, biz indi və bugünük. Və bu indi və bugün nədir? Bu indi və bugün, bu sən atanın səsini eşitdiyin andır. Sən atanın səsini lokatorlarla, qulaqlarla atanın səsini eşitdiyin andır. Sən atanın səsini eşitdiyin an, İsa atasının səsini eşitdiyi an, Lazar onun üçün sadəcə yatıbdır. İsa atasının səsini eşitdiyi an, Tabita sadəcə onun üçün yatıbdır. İsa atasının səsini eşitdiyi an, o valideynlər üçün, o ölü bədən deyildi, o övlad idi, övlad onlar demirdi ki, bu ölmüş bədən o bizim qızımızdır. Sən kamilliyin zirvəsindəsən və bu zirvə səni gündən günə yüksəldir. Ona görə də özünə göylərin üstü, səma üstü baxdığı kimi bax. Səma üstü, dərk edirsən səma üstü, qəbirdə yatanlara deyir ki, yatıblar. Səma üstü qəbirdə olanlara deyir ki, onlar bir gün oyanacaqlar. Bu sümüklər ölməyiblər, yatıblar. Budur göylərin üstü olan, səma üstü olan düşüncə, dərk etmə, fikrin nəticəsi. O, göylərdə yaşayan, səma üstündə yaşayan insan, atada yaşayan insan, bax bu dərrakəyə, bu düşüncəyə gəlib çıxır. O deyir ki, ölüm yoxdur. Ölüm yoxdur. Ata, biz sənə təşəkkür edirik. Biz sənə təşəkkür edirik. Hər şeyə görə təşəkkür edirik və qəbul edirik. Biz yeni bədənə daxil olmuşuq. Biz yeni devrə daxil olmuşuq. Hansı ki, bütün devirlərin sonudur və hər bütün devirlərin üzərində taxt qurmuşuq. Bu taxtımız səma üzərində qurulub. Bu taxtımız göylərinin üzərində qurulub. Biz bu günlərin bu yerdə dua edirik sən ata. Biz səninlə ünsiyyətdəyik və mən dua edirəm. Bu çarxa qulaq asan hər bir kəs üçün dua edirəm. Dua edirəm ki, qoy hər bir kəs sənin səsini eşitməyə köhlənsin. Qoy hər bir kəs sənin səsini eşitməyə, qoy hər bir kəs sənin səsini duymağa, hiss etməyə, qoy hər bir kəs sənin səsini 5 hissiyyat orqanları ilə birlikdə hiss edib, onda yaşamağa başlasın. Ata, mən dua edirəm hər bir qardaşım və bacım üçün. Qoy onların düşüncələri, qoy onların dərrakələri, qoy onların hissiyyat orqanları hamısı
səni eşitməyə köklənsin. Məhz onda hər şey onlar üçün diri olacaq. Məhz onda onlar üçün hər şey yatmış olacaq. Onlar üçün hər şey gözəl olacaq, əla olacaq. Onlar həqiqəti anlayacaq. Mən dua edirəm hər bir qardaşım və bacım üçün. Mən əllərimi qoyuram hər bir kəsin üzərinə. Mən xeyir-dua verirəm hər bir kəsə. İsa Məsihin adı naminə. Mən şən olaraq xeyir-dua verirəm. Mən Allahın oğlu olaraq, mən bədəndə gələn Allahın oğlu olaraq, bu bədəndə gəlmiş Allahın oğullarına xeyir-dua verirəm. Ata sənə minnətdar. Halleluya. 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 Halleluya.